Herkese salam. Ümidvaram hər biriniz yaxşısınız, işləriniz yolundadır. Əgər yolunda deyilsə də tezliklə yoluna düşməsini arzulayıram. Eee, Bu videom digər videolardan biraz fərqlənəcək. Bu videoda bir kitab haqqında danışmayacağam. Ümumi ilim haqqında danışacağam. Bu il nələr oxudum və mənim 3 favori yazıçım, sevdiyim yazıcı və 3 sevdiyim kitab hansı oldu? Oxuduqlarım arasından deyirəm. Qeyd etmək istəyirəm ki, bu il mən çox kitab oxumadım açığı. Yəni dəhşət çox deyil. 50 kitab qoymuşdum məqsəd olaraq. Amma 41 kitab oxumuşam. 5 kitabım da yarımçıq qalıb hələ. İl sonuna qədər bilmirəm. Onları bitirsəm çox yaxşı olar, amma ümidim yoxdur o qədər də. Baxaq görək, yaşayaq. Bilmirəm. Bəlkə də bitdi, bəlkə də bitirə bilmədim, qaldı gələn ilə. Heç bir önəm yoxdur mənim üçün. Sadəcə hədəf qoymuşdum ki, bəlkə 50 kitab oxudum. Amma məncə bu da yaxşı bir göstəricidir, bu da yaxşı bir nəticədir. Çünki elə kitablarla tanış oldum ki, elə kitablar oxudum ki, yaxşı ki oxudum, yaxşı ki mən o kitablarla tanış oldum deyirəm. İndi isə gələk mən 3 sevdiyim yazıcı hansıdır və 3 sevdiyim əsər hansı oldu. Bu il yeni yazıçılarla tanış oldum. Məsələn, Victor Hugo'nun qəlimi ilə tanış oldum. Bəli, bu zamana qədər mən Victor Hugo'nun qələmindən oxumamışdım. Bu il mən 3 əsərini oxudum. Səfillərin artıq ikinci hissəsindəyim, elə bil ki. Qutaracağam onda. Hər nəysə, söhbəti çevirmirəm. Favori yazıçılar, sevdiyim yazıçılardan başlamaq istəyirəm. İlk öncə Oscar Wilde deyəcəm. Çox sevdiyim yazıçılardan biri oldu. Həm qələmi, həm həyatı, yaradıcılığı mənim üçün tam idi. Yəni bu il tanış olduğuma sevindiyim yazıçılardan oldu. Bu arada mən Oscar Wilde'la bu il əslində tanış olmamışam. Sadəcə bu il fərqli əsərlərdən də oxudum. Dedim, bu mənim sevdiyim yazıçılardandır. Yəni tam istədiyim yazıçılardandır. Ona görə Oscar Wilde birinci yerdədir. Bu arada yazıçıları nəyə əsasən seçirəm? Təkcə əsərlər baxımından deyil, həyat, yaradıcılıq, yaşadığı dövrə əsasən seçirəm. Mən ümumiyyətlə əsərlərini oxuyanda, əsərləri oxuyub bitirəndən sonra həm əsərləri araşdırıram ki, bu əsərlər haqqında nələr deyilib, nələr danışılıb, həm də o yazıçının həyat hekayəsi mənə maraqlı gəlir ki, bu insan nələr yaşayıb ki, bunları qələmə alıb. Çox maraqlı gəlir. Ona görə Oscar Wilde birinci sırada. Oscar Wilde'ı maraqlı gələn, yəni həyatı maraqlı gələnlər varsa, araşdıra bilərlər. Çox rəngli bir həyat olub. Daha sonra ikinci yazıcım Victor Hugo'dan bəhs etmək istəyirəm. Victor Hugo ilə bu il tanış oldum və tanış oldum. O qədər sevindim ki, gördüyünüz kimi sevdiyim yazıçılardan oldu. Victor Hugo'nun çox həyatından bilmirəm, yəni çox oxumamışam dərinliyinə qədər. Amma əsərləri olsun, Victor Hugo'nun çıxışları olsun, yəni durduğu mövqe olsun, çox xoşuma gəlir. Ona görə Victor Hugo sevdiyim yazıçılardan oldu. Üçüncü favori yazıçım isə Walter oldu. Walter 18-ci əsr Fransız ədəbiyyatına məxsus bir yazıçıdır. Walteri nəyə görə sevdim? Onunla bu yaxınlarda tanış oldum qələmi ilə. Əslində yaradıcılığı ilə tanış idim, ixtisasımla bağlı. Amma qələmi ilə sırf məhz bu yaxınlarda tanış oldum və çox sevdim. Nə üçün sevdim deyim. Həm fikirləri mənlə üst-üstə düşür. Düşüncə tərzi, durduğu mövqe, özümü ona yaxın hiss elədim. Ona görə çox sevdim. Qələmi də, yəni yazdığı əsər də məni özünə çəkdi. Kandid əsərinin düzdür, biz onu dərsdə keçmişdik universitetdə. Orada sadəcə resümesini, yəni nə deyirlər ona? Məğzini oxumuşdum. Xəbərim var idi ki, nədən söhbət gedir. Eynilə mənim oxuduğum əsərin yəni məğzi ilə bərabər olduğu üçün
Düşünürəm ki, o əsəri də oxuyacağam. Çünki oxuduğum əsəri bəyəndim. Bu arada oxuduğum əsər bu əsərdir. Staftil əsəri idi. Hər kəsə tövsiyə edirəm. Əgər təbii ki, bunu qeyd edim ki, Voltaire'in özü deist olduğu üçün əsərlərində deist düşüncələrə rast gələ bilərsiniz. Ona görə yəni qatı dindar deyilsinizsə, qatı din adamı deyilsinizsə, digər dinlərə hörmətlə yanaşıb onların fikirlərini qəbul edirsinizsə, bəyənəcəyiniz əsərlərdən olacaq. Bu qədər. Yəni 3 favori yazıcım budur. Daha sonra 3 favori əsərlər, hansı əsərləri mən bəyəndim, o əsərlər haqqında danışacağam. Birinci yerdə Nietzsche Ağladığında əsərini qoyuram. Həqiqətən birinci yerə layiqdir və hər kəs oxumasını tövsiyə etdiyim əsərlərdən biridir. Çünki əsərin içərisində nə desəniz var. Intriqa desəm var, düşüncə, psixoloji desəm var. Yəni hər şey görə bilərsiniz. Bu arada Nietzsche Ağladığında onun videosunu yükləmişəm. YouTube-da tapa bilərsiniz səhifəmdə. Çox bəyəndiyim əsərlərdən oldu həqiqətən. Rahatlıqla tövsiyə edəcəyim əsərdir və siz də rahatlıqla bəyənə biləcəyiniz əsərlərdəndir. Və əminliklə deyirəm ki, o kitabı oxuyanda deyəcəksiniz ki, mənim də favori əsərlərimdən oldu. Çünki hələ bu vaxta qədər görməmişəm o əsəri oxusun və bir hissəsi. Rast gəlməmişəm. İkinci əsərim isə Paris Notre Dame kilsəsidir. Paris Notre Dame kilsəsi niyə? Əslində o qədər güclü bir əsər deyil. Nə baxımdan deyil? Səfillərə baxarkən Notre Dame ikinci yerə gəlməlidir. Amma mən səfilləri tam oxumamışam deyə səfilləri burada qeyd eləmirəm. Səfilləri mən yarısını oxumuşam. Yəni hələ ikinci hissəsini oxumamışam. Ona görə Paris Notre Dame əsərini qoydum. Paris Notre Dame mənim üçün bu il çox özəl kitablardan oldu, özəl əsərlərdən oldu. Çünki həm universitet uşaqları ilə universitetdə biz onun teatrını hazırladıq. Çox gözəl bir teatr nümunəsi elədik və müəllimimiz çox bəyənmişdi. Özəl bir kitab oldu. Mənim üçün çox xüsusi bir əsərlərdən oldu. Həm dediyim kimi universitet yadigarı kimi oldu əsər. Həm də qələmini sevmişdim. Əsərdə dediyim kimi intriqa var, sevgi var, gözəl və çirkinlik nümunəsini bir-birindən necə fərqləndirdiyi, cəmiyyətin o baxış bucağının yazdığı mövqe çox qəşəng idi. Daha sonra üçüncü əsər Dorian Gray'in portreti əsəridir. Bunu deməsəm olmaz. Mən Dorian Gray'in portreti əsərini bu il ikinci dəfə oxudum. Mən hələ düşünməzdim ki, mən bir əsəri ikinci dəfə oxuyaram. Niyə? Çünki heç ağlıma gəlməzdi ki, mən bir əsəri ikinci dəfə oxuyaram. Çünki oxumağı adətən sevmirəm. Nə üçün? Maraqsız gələr deyə oxuya bilmirəm. Yəni bu baxımdan. Amma bu əsər elə bir əsərdir ki, mən onu o qədər maraqla sanki ilk dəfə oxuyurmuş kimi oxudum. Və hətta üçüncü dəfə də oxuyuram, dördüncü dəfə də, beşinci dəfə də, altıncı dəfə də dəfələrlə oxuyacağım bir əsərlərdəndir. Ona görə Dorian Gray'in portretini deməsəm olmaz. Bu il də oxudum. O dediyim kimi favori əsərlərimdən oldu. Amma mən Dorian Gray'i keçən il də oxumuşdum. Bu il də oxudum. Bu il daha da aşiq oldum əsərə. Dorian Gray'də isə portretində Dorian Gray'in portreti üzərindən gedir. Yaşlılıqdan, yaş almaqdan qorxan bir gəncin şeytanla işbirliyindən bəhs edir. Bu şəkildə çox maraqlı bir sujet xətti var. Çox deməyəcəm. Maraqlıdırsa həqiqətən oxumanızı bunu da tövsiyə edirəm. Əgər mümkündürsə orijinal versiyasını oxuyun. Çünki mən orijinal oxumamışam, amma oxuyacağam. Bir gün mütləq əldə edib oxuyacağam. Çünki çox maraqlı gəlir. Orijinalda Oscar Wilde hər şey qeyd edib də, yəni burada nə ifadə etmək istəyib, orada nə ifadə etmək istəyib və kitab daha maraqlı edir. Bu şəkildə videomun məqsədi bu idi ki, bu il oxuduğum, sevdiyim yazıçılar və əsərlər hansılardır. Biraz fərqli video olsun dedim. Belə, bəs sizin sevdiyiniz yazıçılar kimlər oldu və yaxud da ki, top 3 əsəriniz hansı oldu? Yorumlarda qeyd etməyi unutmayın. Hələlik.